Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla içərisi, üzəri saralmış, yanmış qazanları necə ağartmaq olar onu sizə çəkib göstərəcəm. Qazanı ağartmaq üçün adi suyun içərisinə 3-4 qaşıq soda əlavə edirəm. 1 dolu çay qaşığı da qab şampunu əlavə edirəm. Qazanı bu suyun içərisində 5-6 dəqiqə qaynadıram. Hərdən qazanı bu qaynada çevirirəm. Su qaynara düşdükdə içərisinə limon duzu da əlavə edirəm. Yerdə qalan qapaqları, qazanları da bu suyun içərisinə əlavə edib qaynadıram. Sudan çıxardıqdan sonra kənarda qazanı sürtüb yenidən təmizləyəcəm. Yerdə qalan qazanları da suyun içərisində qaynadıram. Sonda yanmış qazanı əlavə edib qaynadıram. Yanmış qazanı digərlərinə nisbətən artıq qaynadıram. Sudan çıxardığım qazanların üzərinə, içərisinə biraz yağ çözücü əlavə edib qab süngəri ilə sürtürəm. Görürsünüz, kiri asanlıqla çıxır. Sodalı, limon duzulu suda qaynadığından üzərindəki kir tam yumşalmış olur. Sürtüb təmizlədikdən sonra axar suda təmiz-təmiz yuyacam. Yanmış qazanı da suda tam yaxşı qaynatdıqdan sonra içərisinə biraz soda əlavə edirəm. Yağ çözücüdən də vurub hər tərəfini sürtürəm. Qeyd edim ki, yanıq çox olarsa, qarası çıxmazsa, sürtdükdən sonra bir dəfə də qaynada bilərsiniz. Yenidən yerdə qalan kirləri də adi setka yardımı ilə sürtüb təmizləyirəm. Sonradan axar suda yuyub sizə göstərəcəm. Baxın, qapaqlar, qazanlar sanki yeni kimi oldu. Hətta yanmış qazan belə par-par parıldayır. Hər kəsə bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə abunə olmağı unutmayın.